Deməli, 3 ildən sonra qaynanamla görüşürük. Gəlir Almaniyaya. Nəvəsini görməyə. Qızımın 1 yaş 4 aylıqdır. Qızım doğulandan nənəsi heç onu görməyib. Ancaq telefonda, videoda görüb. Şimdi gəlmişik onu qarşılamağa. Arkustkasındayıq aeroportun. Burada aeroportun içinde böyle bir heykel var. Nənəsini gözləyəndə gəldik McDonald's yeməyə. Aeroportun içindeki McDonald's'un uşaqlar üçün olan yeri. Və mənim yeməklərim. Burada Safiyə uca yorulub yatıbdı. Mən də qurtqanın başının altına qoymuşam ki, yeri skamyakada rahat olsun. Qaynanamın vizası ilə bağlı biraz problemlər yaranmışdı. Ona görə 7-8 saat saxladılar. Sorğu-sual oldu. Uşaq da yorulduğuna görə yatdı. Qaynanam demişdi ki, gələndə uşağı da gətirərsiniz. Biz də gözləmirdik bu qədər saxlayacaqlarını, uzun çəkəcəyini. Ona görə gətirmişik. Burada qaynanam gəldiyi günün səhərisi günün çəkilişidir. Həmin günü çəkilişə davam eləyə bilmədim. Çünki hər birimiz çox yorulmuşduq. Həm də 3 il idik, bir-birimizi görmürdük. Söhbət elədik, başımız qarışdı. Heç video çəkmək ağlıma belə gəlmədi. Səhərisi günü isə Vormsa gəzməyə çıxmışdıq. İstədim video çəkməyi. Bizimkiler. Kaynanam, yoldaşım, kızım. Ay ne geçeydi bu Eşen. Geçeydi ha? Evet, Türk restoranı. Maydanoz döner. Ama qəşəng değil bunların döneri, hoşuma gelmir. Evet, döner. Bunların döneri, iminli bunlarınki qəşəng değil. Özü baha verirlər. Deməli toyuq döneri 8 eurodur. Dana döneri 9 eurodur, ama qəşəng değil, değmez. Videoda. Kızımı da göstereyim. Maçtan. Yemeği yer acı. Yemeği yiyen kimi keyfi yerine geldi bayaqlanan. Nasirenyası yok idi, ağlayırdı. Böyle şeyler var. Bu nədir ki? Stola koymaq üçündür. Altına koyursan, oturursan. Səhv eləmirəmsə. Bu ayak üçündür nədirsə. Böyle bir şeyler var. 5 euroya. Alt paltarları falan. Her şeyden biraz. Bu qəşəng diye neçədir? 9 euro. Balacası olsaydı alardım. Çok böyüdü şu an için. Su torbası. Sıcak su torbası. Dilimdə topuq döydü.
Bunlara bakalım. Ha, Wilworth'a girmişik. Qalın bateriya lazımdır. Bu Woolworth'da xırdavatdır, hər şey var. Nə istəyirsən tapa bilərsən. Ay, nə qəşəngdir. Neçədir bu? 3 euro 50 sentə. Böyle bir şeyler var. Bunlar. Ha. Ödeyərəm də heç olmaz. Gözdəydi. Bahalı bir şey değil bence. 4 euro deyib, yox ödəyərəm ama yaşan. Aparım ödəyim bunun birinin pulunu gətirim. Deməli əlim dəydi, bilmədən düşdü yerə, qırıldı. Dedim problem yoxdur da ödəyərəm. Apardım kassaya ödəmək üçün. Qırdığım deməli bundan idi. Bundan. Baxmaq istəyirdim, əlimdən düşdü. Kassada dedilər ki problem yoxdur, alles good, hər şey yaxşıdır. Ödəməyə ehtiyac yoxdur. Nə qədər dedim ki valla ödəyim də problem yoxdur. Razı olmadılar. Belə bir şeyler var ya, maxal istəmirsiniz? Pijama kimi. Я вот такую куртку хотел, как у нее. Gedək baxaq da New York'dan. Тебе такие не алфаты, ты тебе есть? Yo, var mı mənim hər şey? Ehtiyac yox. Ha, Eyşən Ты сейчас смотри вот такие. Ты посмотри. Материал смотри. material qəşəngdir amma Evde naxşı giymeye. türmə işıq naxışına oxşayır. Ay, nə qəşəngdir bu. Yumuş yumuş. Ha, gedək orada baxarıq. Bura prosto dediyi girəyə baxaq görək nə var. Jiletlər var, kurtkalar var prosto. Такой у меня дома есть. Safiye. Götür. Ne diyor bu? Ne diyor, neydi bu? Güzel. Hoppa. Yettik. Ha? Siz burada kalmışsınız. Ona böyle gelmek istemiyorum. Akşam gəzintisinə gəlmişik. Qızım, qaynana mən. Burada kitab oxuma evi var. Maraqlıdır içə. Onu dedim çəkim sizə paylaşım. Burada belə kitablar qoyublar, çoxlu. Kim hansı kitabı istəyir, alıb oxuyub sonra yerinə qoya bilər. Burada belə də var. Əvvəl belə idi. Bu açılır. Oxuyub sonra yerinə qaytarmağa. Əvvəl ancaq bu var idi, sonra bunu da əlavə elədilər. Bir də bunun içi var. Bu da qaynanamla qızım. Onun içi də maraqlıdır. Belə.
Belə maraqlı düzəldiblər. Safiyə. Gel kızım. Gel gedək. Can. Üşüdün aşkım. Böyle yeniyle hazırlık kimi yendil bari. Bəzi zamanı yarısı bəzi bir yarısı hələ Olmaz dedim. deyir tezdir bəzən deyir. Bizim məhlə. Hava buz kimidir. -5 dərəcə. Telefonu tutmuşam, əlim donur. Əlcəyə də taxmağı unutmuşam. Safiyə! Ne iş görürsən aşkım? Kolunu göster mamaya. Hani kolun? Can. Kalyaskaya minmiş. Bir özüm gezeceğim. Oraya olmaz. Oraya olmaz. Safiye. Oraya olmaz kızım. O tarafa. O tarafa. Ha. Düz git. O tarafları olmaz. Düz git aşkım. Gel. Safiye. Gel. Gel ala. De. De. Yavaş yavaş. Yavaş yavaş. Kaçma. Yıkılma. Şimdi kurban olum aş. Akışana kurban olum. Mamasının yüreği. Ha. Hoppa. De. Ha ham gelir. Gel. Yo, itten korkmuş ki o. Gel Safiye gel. Bak geldin çaktın mamaya. Yavaş git yavaş yavaş. Asta asta. Kaçma. Kaçma yıkılma. Kaçma yıkılma. Şimdi kurban oğlum aş. Gel ömrüm. Gel mamanın yanına. Burada da günün sonu gecə gəzintisinə çıxdıq. Dedik çıxaq biraz təmiz havalaq. Gəzək. Evin yanında elə maraqlı kitab evi var. Dedim onu da sizlə çəkim paylaşım. Bu mənim ilk videomdur. Qüsurlarım varsa üzürlü sayın. Hər kəsə təşəkkürlər. İzləməyi, like eləməyi unutmayın.